İnsanın yaradılışından minnətdar olduqları var. Yaşamağımıza görə, həyatımıza görə, aldığımız nəfəsə görə şükürlər olsun Allahımıza və Allahımıza minnətdarıq. Böyük boya başa çatmağımıza görə valideynlərimizə minnətdarıq. Bu torpağın üstündə yaşayırıqsa, bu torpaqda yəni bütün həyatımızı davam ediriksə, bu torpaq uğrunda şəhid olanlara minnətdarıq. Və bu torpağın, yəni bir ölkənin, dövlətin başçısına minnətdarıq ki, bugünkü gün müstəqil ölkəmizdə yaşayırıq. Müstəqilik, ona çox şükür və ölkə başçımıza minnətdarıq. Və bu ölkədə başımız sakit, gecə saat 3-də, 4-də azad gəzə biliriksə, sərbəst gəzə biliriksə, heç kim bizə dəyib dolaşmırsa, ona görə minnətdar olduğumuz bizim polislərimiz var. Bugün 2 iyul polis bayramı münasibəti ilə başda cənab nazirimiz Vilayət Eyvazov olmaqla bütün polis heyətini təbrik edirəm. Allah o bütün şəhidlərimizə rəhmət eləsin və polis əməkdaşları olan, hansı ki bu döyüşlərdə şəhid olan qardaşlarımıza da Allahdan rəhmət diləyirəm. Vicdanla bu vətəni, xalqı, dövləti sevən hər bir polisi təbrik edirəm. Bu xalqa öz ailəsi kimi, öz milləti kimi baxan və bu millətin qeyrətli oğlanlarına, qardaşı kimi, qeyrətli qadınlarına, ana bacılarına, ana bacısı kimi baxan hər bir polisi təbrik edirəm. Allah işinizə avan eləsin. Allah sizi bu ölkəyə çox görməsin. Həmişə çalışın. Siz biz olun, biz də çalışaq, siz olaq. Yəni bir olaq. Polis sözünün də mənası odur ki, yəni dövlət, xalq. Yəni bu mənada qoruyub saxlayaq və bu polis sözünə dəyər verək, xalqımıza xidmət eləyək, dövlətimizə qulluq eləyək. Allah sizi qorusun, cənab polislərimiz, hər birinizi təbrik edirəm. Bayramınız mübarək olsun. Allah ölkəmizdə daima suverenlik nəsib eləsin ki, heç digər şeylərə də ehtiyac olmasın. Var olmaz Azərbaycan xalqı, Allah xalqımızı, dövlətimizi qorusun. Cənab polislər, təbrik edirəm.